Çox asan hazırlanan, eyni zamanda çox ləzzətli mini hot-doglar hazırladım. Reseptini də sizlərlə bölüşmək istəyirəm. Qaba yarım stəkan ilıq su, yarım çay qaşığı şəkər tozu, yarım çay qaşığı duz, 1 çay qaşığı quru maya və 3 xörək qaşığı dur yağı əlavə edib qarışdırırıq. Üzərinə 2 stəkan unu əlavə edib biraz ələ yapışan yumşaq bir xəmir yoğururuq. Xəmiri təxminən 1 saat mayalandırırıq. İçlik üçün istifadə edəcəyimiz sosisləri 3 hissəyə ayırırıq. Mayalanan xəmiri də 2 hissəyə ayırıb, hər hissəni də 7 kündəyə bölürük. Kündələrə forma veririk. Uzun şəkildə açaraq üzərinə sosiskanı yerləşdirib, daha sonra rulon halında bükürük. Yağladığımız soba listinə əlavə edərək üzərlərinə yumurta sarısı çəkirik. Sonda isə isteyə uyğun olaraq küncüt və ya çörək otu əlavə edə bilərsiniz üzərlərinə. Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada üzərləri qızarana kimi bişiririk. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik!